Görün neler yazmışam, yine bir eser yazmışam. Bu halkın taleyinden, derdinden, gileyinden. Dedim sizlere tövbe, belə olundu bu dəhşət. 88-ci il aranı qatdılar qəfil. Köhnə ədavət ilə, Rusun siyasəti ilə erməni daşnaqları tutdular torpaqları. Xalqı el obasından, yurdundan, yuvasından eylədilər dizərgin. Hamı əhvalı gərgin, ayrıldı vətənindən, çölündən, səmənindən. Çoxsu aralı qaldı, ürək yaralı qaldı. Gözlənilməz hal oldu, Qarabağ işğal oldu. Gəldi 90-cı il, soyuq qarlı bir fəsil. Qarbaçovun bitması, SSR imperiyası, Rus hərbi maşınları, o Sovet qoşunları dinc əhalini qırdı, sağalmaz yara vurdu. Yanvarın 19-u qanlar əritdi buzu, Bakı tarimar oldu, 20 yanvar oldu. 91-ci ildən Xankəndi getdi əldən, 92 fevralı oldu Xocalı işğalı. 25-i günü gecə baş verib Allah necə, şəhəri talan etdilər, güllə baran etdilər. 63 nəfər uşaq öldürüldülər nahaq, 106 nəfər qadın aldılar şəhid adın. 70-i qoca qarı uç oldu həyatları. 8 bütün ailə məhv oldu tamamilə. 487 kəs ömürlük oldu şikəs. 155 uşağın söndürdülər çırağın, ömürlük dərd aldılar.